Şuşa şəhəri ilə tanışlıq Azərbaycanın tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi mərkəzi meydanla başlayıb. Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada geniş miqyaslı bərpa quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı Şuşa şəhərinin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Qonaqlar sonra yaradıcılıq mərkəzində Heydər Əliyev və Qarabağ fotosərgisi, Xan qızı Natəvanın imarəti, Xan qızı bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan gözəl mənzərəni seyr ediblər. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə dövlət-din münasibətləri, dini təhsil, milli mənəvi dəyərlərin qorunması, gənclərin maarifləndirilməsi, məzhəblərarası anlaşma və dini radikalizmlə mübarizə məsələləri müzakirə olunub. Toplantının yekununda əməkdaşlığın gələcək istiqamətlərini müəyyən edən 11 bəndli kommunikə imzalanıb. Sənəddə işğaldan azad olunmuş ərazilərdə tarixi dini irsin bərpasına dəstək, Türk-İslam mədəni irsinin təbliği və ekstremizmə qarşı birgə mübarizənin gücləndirilməsi xüsusi vurğulanıb. Ana Şuşalı Tərlan İbrahimova, NTV Xəbər, Qarabağ.